Sizdə 2 dənə övladdır. Bəli, iki uşaq. Allah saxlasın. Neçədə oxuyurlar? Qızım 7-də oxuyur, oğlum 4-də. Qız 7-də, oğlan 4-də. Yəni mütəmadi gedirlər məktəbə. Yəni nəsə çətinlik yoxdur təhsillərində. Yox, şükür, yaxşıdır. Hər şey qaydasındadır. Hazırlıqları, ümumiyyətlə oxumaqları, Hazırlıqlarını müəllimələri özləri pulsuz hazırlaşdırır. müəllimələr pulsuz. Bir dənə zəhmət olmaz siz belə şərait haqqında deyərsiniz də, gəlir, çıxar, necədir, ailə durumu. Tək özüməm, yəni belə banka balon yuyuram. Aha. Bir də belə şeylər yığıb satıram. Belə həyətdə məsələn toyuqçu saxlayıram özüm, məsələn uşaqlar üçün yemək üçün. Kimsə köməklik eləsə, versə, saxlama şəraitiniz var da, həyat bacar. Bəli. Yəni mütəmadi maaşlı iş yoxdur, hə? Yəni olsun. Ayrılmışam, aliment almıram. Ayrılmısınız, aliment almırsınız. Belə də amma belə şeylər yığıb satırsınız da, hə? Bəli, bəli. Belə şeylər. Bunlar necə olur? Yəni hardan yığırsınız belə? Belə sigortaların qırağına gedirəm. Məsələn, belə işlədik, banka balon yuyduğum yerdən gətirirəm. Ən çox yəni qazancınız bu belə şeylərdən olur. O da ki, kilosunu 15 qəpiyə, 20 qəpiyə götürürlər. Kilola götür. Hə, yəni bu yəni belə soyuq hava olsa belə şeyləri yığmaq olmayacaq, bəlli məsələ. Kirayə haqqı nə qədərdir? Kirayə 100 manat verirəm. 100 manat verirsiniz bura. Kommunal bəs o da sizlikdir. Bəli. Plastiklərdir, dəmirlərdir. Ancaq bu belə yığıb satıb ailə özün, övladların dolandırır. Hansı sahədə uyğun iş olsa işləyə bilərsiniz. Məsələn, 10 ildir də mən yoldaşımdan ayrılmışam. 10 ildir hara getmişəm, bunları özümdən aparmışam. Heç vaxt evə qoymam. Tək qoymamısınız. Qaqaş deyir ki, nağara çalmağı bacarıram, YouTubedan öyrənmişəm. Musiqi məktəbinə gedib. İndi imtahan vermişik, imtahanın cavabını gözləyirik ki, görək, yəni məsələn pulluya düşüb ya pulsuza düşüb. Belə gözəl balalarımız var, hansı ki istedadlıdırlar. Allah Taala onlara gözəl istedad verib. Sadəcə olaraq dəstək lazımdır ki, düzgün istiqamətə yönləndirək. Bütün bu məsələlərdə hər kim dəstəyini göstəribsə, var olsun. Allah hər kəsdən qəbul eləsin. Bizi izləyin. Hər hansı bir sualınız, təklifiniz olsa şərh bölməsində yazarsınız. Təşəkkürlər.